Salam uşaqlar, bugün yeni qaydamızdır. Vопросительные слова, sual sözləridir. Belə bir vəziyyətə düşmüsünüzmü? Məsələn, nəsə soruşmaq istədiyinizi bilirsiniz, amma hansı sözlə başlamaq lazımdır onu xatırlamadınız ya da bilmirsiniz. Yaxud da məsələn dostlarınızla danışarkən niyə və nə üçün sözlərini qarışdırırsınız. Deməli, bax, bu ən çox rast gələn bir çətinlikdir. Bugün də əsas sual sözlərinə bir dəfəlik baxacağıq ki, istənilən söhbətdə özünüzü, belə deyək də, əmin hiss edəsiniz. Gedək. Birinci, deməli, sual sözlərimiz ktodur. Sualı görürsünüz. Kto, kim? Canlı varlıqları, yəni insanları və heyvanları soruşmaq üçün istifadə olunur. Deməli, hər bir sualın əsas istifadə məqamları var. Məsələn, kto insanı və ya şəxsi soruşduqda. Məsələn, deyirsiniz ki, kto это? Bu kimdir? Kto tvой учитель? Sənin müəllimin kimdir? İkincidə, qrammatik incəlik, yəni heyvanlar üçün burada yazmışam. Rus dilində, Azərbaycan dilindən fərqli olaraq heyvanlarda canlı, yəni aduşevlönü sayıldığı üçün onlar üçün də kto sualı verilir. Bax, bu da belə deyək də həmişə çətin olan, nətər çətin olan? Yəni çətinlik yaratmır, amma uşaqlar burada həmişə testlərdə səhv edirsiniz. Yəni Azərbaycan dilində nə sualına, yəni heyvanlara verirsə, Rus dilində kto sualını. Çünki canlıdır, nəfəs alır. Bax, o şəkildə də yadınızda saxlayırsınız. Yəni, insanlar və heyvanlar. Kto? Məsələn, kto tam bежит? Kto tam bежит? Это собака. Kimdir orada qaçan? Bu ittir. Sonra peşə, vəzifə, ad soruşanda. Kto? Он по профессии. O peşəcə kimdir? Кто он по профессии? Дальше. Так, tam göstərə biləm sizə, siz də yaza bilərsiniz. İndi что? Nə sualıdır və cansız əşyaları, hadisələri, deməli, mücərrəd anlayışları və ya hərəkətləri soruşmaq üçün istifadə olunur. Əsas istifadə məqamları hansıdır? Birinci, cansız əşyaları və ya deməli, anlayışları soruşur. Что это? Bu nədir? Что ты читаешь? Sən nə oxuyursan? İkinci də hadisə və ya vəziyyəti soruşanda. Что произошло? Nə baş verdi? Что случилось? Nə oldu? Və что bağlayıcı kimi mürəkkəb cümlələrdə ki mənasında. Məsələn, я знаю, что ты прав. Mən bilirəm ki, sən haqlısan. Bu, kto və что sual sözləridir. Keçək, как, necə. Deməli, hərəkətin icra olunma tərzini, vəziyyətini, keyfiyyəti və ya üsulu soruşmaq üçün istifadə olunur. Əsas istifadə məqamları hansıdır? Deməli, hərəkətin necə yerinə yetirildiyini soruşmaq üçün, zərf üçün. Necə olmalıdır? Как он поет? O necə oxuyur? Biz nə deyə bilərik? Zərf üçün niyə deyirik? Biz cavab verə bilərik. Плохо, хорошо, pis, yaxşı oxuyur məsələn. İkincidə, halı, vəziyyəti və ya əhvalı soruşmaq üçün işlədirik. Как дела? Necəsən? Как ты себя чувствуешь? Özünü necə hiss edirsən? Sonra, tanışlıq və ya ad soruşanda. Как тебя зовут? Sənin adın nədir? Ondan sonra müqayisə və ya oxşarlıq bildirmək üçün bağlayıcı kimidir də, belə deyək. Он работает как специалист. On mütəxəssis kimi işləyir. O mütəxəssis kimi işləyir. Tak. İzahını da verirəm burada. Cümlədə как sualına cavab verən sözlər adətən tərs zərfləridir. Obraz действия, yəni. Məsələn, bыстро, tez, sürətlə,
Хорошо, yaxşı, tixo, sakitcə. Tak, belə. Bu bizim deməli как, necə olan sualımızdır. Дальше. Откуда sualım. Откуда? Haradan ya da hardan deyirik. Правильно? Откуда ya da hardan. Məkan, istiqamət, başlanğıc nöqtəsini və ya mənşəyini bildirmək üçün istifadə olunur uşaqlar. Yəni Azərbaycan dilində yazdığım bəlkə ola bilər, hardasa səhv olar, amma yəni oxuduqca siz özünüz də belə deyək də izahımı başa düşərsiniz. Yəni fikir verməyin. Çünki rus dilindən Azərbaycan dilinə bu şəkildə yazıb tərcümə etmək biraz çətinlik yaradır. Əsas istifadəsi nə vaxt, atkuda deməli, atkudanı biz necə istifadə edirik? Hərəkətin başlanğıc nöqtəsini, hardan gəldiyini bildirmək üçün. Məsələn, откуда ты идешь? Sən hardan gəlirsən? Откуда вы приехали? Siz hardan gəlmisiniz? Sonra əşyanın və ya şəxsin mənşəyini, kökünü bildirmək üçün. Məsələn, deyirik ki, откуда эта новость? Bu xəbər hardandır? Откуда он родом? O əslən haradandır? Deyə bu şəkildə işlədirik. Dəlşi, izahı. Cümlədə откуда sualına cavab verən sözlər adətən iz, içindən, yəni Azərbaycanda dan, dən və ya so üzərindən deməkdir. Dan, dən söz önləri ilə işlənir. Например, из магазина. Откуда? Из магазина. Hardan gəlirsən? Mağazadan. С работы. Ты откуда идешь? С работы. İşdən. Uzaqdan. İzdaleka. Bu откуда deməli olan izahımızdır. Дальше где? Где? Harada? Deməli, bu sualımız вопросительное слово где? Вопросительное слово где? Где harada? Əşyanın, şəxsin və ya hadisənin yerini, yəni statik vəziyyətini bildirir. Yerini bildirir uşaqlar. Əsas istifadə məqamları. Məkanı və ya yerləşmə yerini soruşmaq üçün. Где ты? Sən hardasan? Где находится аптека? Aptek harda yerləşir? Görürsünüzmü? Hadisənin harada baş verdiyini soruşmaq üçün. Где мы встретимся? Biz harda görüşəcəyik? Где проходит konsert? Konsert harda keçirilir? Uşaqlar, istəyərəm ki, əlbəttə ki, bunları hamısı qayda dəftərinizə yazasınız, həmişə əlinizin altında olsun. İzahı. Cümlədə где sualına cavab verən sözlər adətən v içində, na üstündə, u yanında, za arxasında kimi söz önlərlə işlənir. Bunu yadınızda saxlayırsınız. Где? В комнате. Harda? Otaqda. Где? На столе. Здесь. Burada. Tam. Orada. У дома. Evin yanında. За домом. Evin arxasında. Дальше. Куда? Куда? Haraya, hara. Hərəkətin istiqamətini, son nöqtəsini bildirir. Əsas istifadə məqamları hansıdır? Hərəkətin gedəcəyi, yönələcəyi yeri soruşmaq üçün. Məsələn, куда ты идешь? Sən haraya gedirsən? Куда вы едете? Siz hara gedirsiniz? Əşyanın haraya qoyulduğunu, yerləşdirdiyini soruşmaq üçün. Куда положить книги? Kitabları hara qoyum? Куда повесить куртку? Gödəkçəni hara atım ya da hara asım da belə deyək. Və izahı. Cümlədə kuda sualına cavab verən sözlər adətən v söz önlüyü, yəni içində və na üstündə söz önlülərlə işlənir. В магазин. Ты куда идешь? Магазин. На работу. İrəliyə, вперед. Bu şəkildə. Теперь, uşaqlar, əlbəttə ki, где və kudanın fərqi nədir? Çünki bax, bu iki deməli sözdə həmişə səhvlər olur. Где və kuda fərqi.
Где harada hərəkətsizliyi artıq müəyyən bir yerdə olmağı bildirir. Я учусь в школе. Mən məktəbdə oxuyuram. Amma kuda haraya o yerə tərəf yönələn hərəkəti bildirir. Hərəkəti və istiqamət. Я иду в школу. Mən məktəbə gedirəm. Gördünüz mü? Так, дальше. Теперь когда, nə vaxt. Когда sual sözü nə vaxt, nə zaman kimi tərcümə olunur və zamanı, vaxtı hadisənin başlanma və ya baş vermə anını soruşmaq üçün istifadə olunur. Əsas istifadə məqamları hansıdır? Deməli, hadisənin baş vermə vaxtını soruşmaq üçün. Когда начинается урок? Dərs nə vaxt başlayır? Когда ты приедешь? Sən nə vaxt gələcəksən? Sonra günün hissələrini, fəsilləri və ya tarixi soruşanda. Когда это было? Bu nə vaxt olub? Утром, məsələn, deyirsən də səhər. Летом, вчера. Cümlələri bağlamaq üçün bağlayıcı kimi. Yəni, burada уже görürsünüz ki, bizdə kagdadan sonra sual işarəsi yoxdur. Burada bağlayıcı kimi işləyir. Когда я пришел, он spal. Mən gələndə o yatırdı. Və izahı cümlədə когда sualına cavab verən sözlər adətən zaman zərfləri ya zaman bildirən isimlərdir. Сегодня, bugün, завтра, sabah, ночью, gecə, вскоре, tezliklə, sначала, əvvəlcə. Теперь biz demişik ki, həmi sual kimi işlənir, həmi də bağlayıcı kimi. Onların fərqi nədədir? Gəlin fərqinə baxaq. Когда və когда fərqi. Rus dilində когда sualı ilə когда bağlayıcının əsas fərqi onların cümlədəki funksiyasındandır. Biri sual soruşur, digəri isə cümləni bir-birinə bağlayır. Смотрите, sual sözü kimi когда, nə vaxt, nə zaman. Zamanı, vaxtı və ya başlama anını öyrənmək üçün verilən sualdır. Cümlənin sonunda sual işarəsi qoyulur. Когда ты приедешь? Sən nə vaxt gələcəksən? Когда начался урок? Dərs nə zaman başladı? Когда sual verir, nə vaxt. Bağlayıcı kimi когда. O zaman ki, anda, əndə. Sual vermir, mürəkkəb cümlədə zaman budaq cümləsini baş cümləyə bağlayır. Когда я пришел, он спал. Mən gələndə o yatırdı. Позвони мне, когда освободишься. Boş vaxtın olanda mənə zəng et. Когда zaman şərti bildirir. Bu şəkildə yadımızda saxlayırıq. Dəlşə bizdə növbəti сколько sözüdür. Сколько sual sözüdür. Neçə, nə qədər, sayı, miqdarı, qiyməti və ya vaxtı soruşmaq üçün istifadə olunur. Deməli, əsas istifadə məqamları hansıdır? Gəlin bunlara da baxaq. Birinci əşyaların və ya insanların sayını soruşduqda. Сколько тебе лет? Sənin neçə yaşın var? Сколько студентов в группе? Qrupda neçə tələbə var? Sonra qiymət soruşanda. Сколько это стоит? Bu neçədir? Qiyməti nə qədərdir deyirik. Düzdürmü? Vaxt və ya müddət soruşduqda. Сколько времени? Saat neçədir? Сколько minut осталось? Neçə dəqiqə qaldı? Дальше. Qrammatik incəlik. Сколько sualından sonra gələn isim həmişə родительный падежdə və cəmdə olur. Сколько книг? Сколько друзей? Görürsünüzmü? Məsələn, deyirik ki, mало книг, много книг, несколько друзей. Bax, bu şəkildə. Sayılmayan isimlərlə işləndikdə isə tək formada olur. Сколько воды? Nə qədər su? Сколько времени? Nə qədər vaxt? Дальше bizdə növbəti который.
Который, которая, которые. Rus dilində который sual və bağlayıcı sözü az dilinə hansı, neçənci və ya mürəkkəb cümlədə hansı ki kimi tərcümə olunur. Bu söz sıranı, seçimi və ya müəyyən bir əşyanı digərlərindən fərqləndirmək üçün işlənir. Aid olduğu ismin cinsinə və sayına görə dəyişir. Yəni rod və çislo. Который deyiriksə, burada muşskoy roddadır. Который час, saat neçədir? Которая deyiriksə, əlbəttə ki, burada qadın cinsindədir. Которая страница, neçənci səhifədir? Которая средний roddadır. Которая платье выбрать, hansı paltarı seçim? Который уже cəmdədir. Которые из этих книг ты прочел? Bu kitablardan hansıları sən oxumusan? Dəlşə, который mürəkkəb cümlələrdə bağlayıcı kimi, yəni hansı ki. Yəni görürsünüz ki, burada sual yoxdur. Burada bağlayıcı kimi işlənir. Student, который хорошо учится, əla oxuyan tələbə. Yəni hansı ki, yaxşı oxuyur. Так, дальше. İndi какой və какая. Bunu işləyək, ondan sonra da fərqinə baxarıq. Так. Какой, какая, какое и какие. Necə, hansı, növü nədir? Bu suallar əşyanın əlamətini, keyfiyyətini və ya xüsusiyyətini, sifətini, yəni soruşmaq üçün istifadə edilir. Rus dilində bu sual aid olduğu ismin cinsinə, rod və sayına görə çislo, yəni çisloya görə dəyişir. Какой deyiriksə muşskoy roddur. Какой это день? Bu neçə, hansı gündür? Məsələn, интересный день. Какой день? Интересный, maraqlı gün. Какая женский rodda məsələn? Какая это книга? Bu necə kitabdır? Məsələn, deyirik ki, maraqlı kitabdır. Интересная книга. Tam cins və say bölgüsü. Какой? Stol. Hansı masa? Какая sumka? Görürsünüzmü? Burada уже женский rodda. Какое яблоко? Yəni, onlar bağlıdır isimə. İsim hansı cinsdədirsə, onun sualını verməliyik. Və какой, какая, какой. Görürsünüzmü? Какой, burada sual işarəsi, burada da nida var. Какая, какой, təəccüb forması. Bu sözlər həm də heyranlıq və ya təəccüb bildirmək üçün işlənir. Какая красивая музыка. Necə də gözəl musiqidir. Какой хороший день. Necə də yaxşı gündür. İndi uşaqlar bizim deməli fərq какой və который. Какой necə, hansı əşyanın keyfiyyətini, əlamətini soruşur. Какой дом? Большой. Yəni necə evdir? Böyük. Amma который hansı, neçənci, konkret seçimi və ya sıranı soruşur. Который дом? Первый məsələn deyirik. Neçənci? Hansı evdir? Birinci evdir deyirik. Görürsünüzmü? Дальше у нас чей. Так, чей. Çey, çiyə, çiyo və çi. Əşyanı, yəni kimin? Əşyanın və şəxsin kimə mənsub olduğunu, mənsubiyyətini soruşmaq üçün istifadə olunur. Rus dilində bu sual aid olduğu ismin cinsinə, yəni rod və sayına, çislo görə dəyişir. Çey, это dom. Bu kimin evidir? Görürsünüzmü? Burada уже kişi cinsindədir. Çünki dom bizdə kişi cinsindədir. Çiya deyiriksə bu qadın cinsinə aiddir. Çiya это maşina. Çünki maşina isimdir və qadın cinsindədir. Çiyo это palto. Orta cinsdir. Çi это ключи. Kimin açarıdır? Burada уже множественное числоdur. Дальше, uşaqlar. Bizdə zачем. Zачем. Nə üçün, nə məqsədlə, nəyə görə, nəyə lazımdır? Bax, bunun deməli tərcüməsi. Hərəkətin məqsədini, yəni cel, soruşmaq üçün istifadə olunur. Əsas istifadə məqamları. Məqsədi və ya niyyəti öyrənmək üçün lazımdır. Zачем ты туда идешь? Sən oraya nə üçün, nə məqsədlə gedirsən? Zачем ты купил эту книгу? Bu kitabı nə üçün aldın deyirik. Və təəccüb deməli bildirikdə, etiraz bildirikdə. Zачем так громко кричать? Belə bərkdən qışqırmaq nəyə lazımdır? Görürsünüzmü? Bu
Зачем? Дальше почему, uşaqlar. Дальше у нас почему. Почему, niyə, qətiyyən, nə səbəbə? Hərəkətin və ya vəziyyətin səbəbini, причины, yəni soruşmaq üçün istifadə olunur. Səbəbi öyrənmək üçün necə işlədirik? Почему ты не пришел? Niyə gəlmədin? Почему она плачет? O niyə ağlayır? Sonra cavab verərkən işlənən ifadə. Почему sualına adətən потому что, çünki, yəni ifadəsi ilə cavab verilir. Почему ты опоздал? Потому что была пробка. Niyə gecikdin? Çünki tıxac var idi. Bu da почему. Və axırıncı bizim qaydamız zачем və почему-nun fərqidir. Çünki bax burada da səhvləriniz çox olur. Zачем nə üçün? Почему niyə? Zачем məqsədi soruşur. Nə əldə etmək istəyirsən? Zачем ты покупаешь эту книгу? Bu kitabı nə üçün alırsan? Məqsəd nədir? Oxumaq üçün alıram əlbəttə ki. Почему, niyə, səbəbi soruşur. Nə baş verdi ki, bu oldu? Məsələn, почему ты плачешь? Niyə ağlayırsan? Səbəbi nədir? Kədərliyəm, ona görə də ağlayıram. Bax, bu şəkildə uşaqlar bunları öyrənin. İnşallah части речи и вопросы к частям речи dimdən işləyəcəyik və orada baxasınız ki, sizə o qədər çətin olmaz. Həm də dediyim kimi bu sual deməli sözləri öyrənəndən sonra danışmağınız, yəni cümlə qurmağınız da çox asan olacaq. Sağ olun, görüşərik.